İsmail Şıxlı və Dəli Kür romanı. Bu da çox möhtəşəm bir romandır, filmini də çox adam izləyib. Amma ətraflı bizə danışacaq bizim Mürşid müəllim. Mürşid müəllim bu kitabdan, bəli, oxumağa dəyər rubrikasında danışacaq. Mürşid müəllim, xoş gördük, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Sizi görməyə şadıq. Mən də çox şadam. Sizlə cümə günü və bizim kitab rubrikamız var. Və bu gün də mən sizin qarşınıza Azərbaycan ədəbiyyatından bir nümunə ilə gəlmişəm. İsmail Şıxlı, onun məşhur Dəli Kür romanı. Bu əsər 19-cu əsrdə Kür qırağında bir Göytəpə kəndi haqqında bəhs edir. Çox maraqlı əsərdir və burada mənim xüsusən xoşuma nə gəlir? Əsərdə çoxlu obrazlar var və burada təyin etmək çox çətindir. Hansı obraz müsbətdir, yoxsa mənfidir? Mən düşünürəm ki, İsmail Şıxlı bunu oxucuların öhdəsinə buraxıb. Çünki əgər hansı bir qəhrəman, hansı bir pis əməl etdikdə belə ona bir bəraət qazandırır ki, əgər filan məsələ olmasaydı, o bunu etməzdi. Əsərin ən vacib qəhrəmanı, ən baş qəhrəmanı Cahandar ağa əlbəttə çox təzadlı və maraqlı bir obrazdır. Onu bəziləri müsbət qəhrəman kimi, bəziləri mənfi qəhrəman kimi qiymətləndirirlər. Cahandar ağa haqqında mən danışmaq istərdim ki, bu personaj igid, qorxmaz, cəsarətli bir obrazdır və əsərdə bir hissə var, o düşməninin evinə gəlir, qapısına gəlir və düşməni onun qarşısına çıxır silahsız, əli-yalın. Bu zaman Cahandar ağa çox rahat öz tüfəngi ilə onu öldürə bilərdi, lakin o deyir ki, sən get, əlində silah, kişi kimi üz-üzə mənim qarşıma çıx. Bu zaman düşməni ondan qorxur, fikirləşir ki, o arxasını çevirəndə Cahandar ağa onu güllələyəcək. Bu zaman Cahandar ağa tüfəngindəki güllələri yerə boşaldır ki, sən qorxma, mən səni arxadan güllələməyəcəm, get silahını götür, gəl qarşıma, kişi kimi üz-üzə dayanaq vuruşaq. Bu, onun əlbəttə ki, bir igid, cəsur, qorxmazlığının nümunəsidir. Lakin digər bir məsələlər də var ki, Cahandar ağa qeyrət, namus məsələsinə çox ciddi yanaşır. Ola bilsin o zamanki düşüncə ilə bağlı o insanların, xalqın dilinə düşməkdən çox qorxulur. Hətta kiçik bir adına ləkə gələndə o ən əziz, ən doğma insanları belə öldürməyə hazırdır. Onun sevimli bir atı var, Qəmər adlı atı var. Bu hissə də əsərdə çox təsir edicidir. Bildiyimiz kimi Azərbaycanda at bir namus, qeyrət göstəricisidir və atına çox bağlıdır. Hətta əsərdə göstərilir ki, o doğmalarından çox atı sevir. Düşmənləri ondan acıq çıxmaq üçün onun atının quyruğunu qırxırlar. Bu da birbaşa Cahandar ağaya sataşmaqdır. Və bütün ata olan məhəbbətinə, sevgisinə baxmayaraq, Cahandar ağa bu ləkəni yumaq üçün öz atını öldürür. Çox maraqlıdır. Bəzi insanlar burada geridə qalmışdır deyərlər, bəziləri buna egoistlik deyərlər, müxtəlif cür yanaşmaq olar. Amma maraqlı məsələ ondan ibarətdir ki, hətta mən deyərdim, Mat Falcone əsəri var, Prosper Mermenin. Burada da bu məqamlara çox incə toxunulub. Digər tərəfdən isə bütün bunlara baxmayaraq, o özünə qarşı namus məsələsinin nə qədər ciddi olmağına baxmayaraq, digər insanların bu məsələsini isə bir növ vecinə almır. Yəni, burada əsas məsələ o özü evli ola-ola, ailəsi ola-ola, başqa adamın arvadını qaçırdıb özünə arvad eləməsidir. Yəni, bütün problemlər də ondan başlayır. Belə əsərin əvvəlində də belə olur. Bütün problemlər, ailədə münaqişə, həyat yoldaşı ilə, uşaqları ilə münaqişə, özünə düşmən qazanmaq. Düşünürəm ki, bütün problemlərin başlanğıcı məhz bu, ola bilsin, səhv addımdır. Əsərə görə deməli 1969-cu ildə Hüseyn Seyidzadə tərəfindən eyni adlı film çəkilir. Bu filmdə çox gözəl aktyorlar, çox böyük aktyorlarımız rol alıblar. Və adətən mən spoiler verməyi xoşlamıram ki, oxucular özləri oxuyub kitabla dəyər versin. Amma bu məqamda mən deməliyəm məcbur. Çünki kitabla film arasında xüsusən sonluqda bir böyük fərq var. Kitabda Cahandar ağa Rus kazakları ilə, Çar kazakları ilə atışmada həlak olur. Onu kazaklar qətlə yetirirlər. Amma filmdə bu film hazır olandan sonra o vaxtki Sovet rəhbərliyi buna qəti etiraz bildirir və məcbur edirlər ki, rejissor sonluğu dəyişsin. Sonluqda isə Cahandar ağanı kazaklar yox, onun düşməni qətlə yetirir. Yəni, bu da mühüm bir göstəricidir ki, filmin dəyişəndə demək olar ki, çox məqamlar üstü örtülür. Ümumiyyətlə, Dəli Kür romanında 19-cu əsrin ab-havası çox gözəl təsvir olunub. Təhsilə olan münasibət, insanların öz uşaqlarını necə ki, oxutmaq istəmirdilər başqa Qori seminariyasında və başqa Avropa ölkələrində və Novruz bayramı, xalq oyunları çox gözəl təsvir olunub və mən onu demək istəyirəm ki, Azərbaycan klassik nümunəsinin gözəl bir əsəri olan İsmail Şıxlının Dəli Kür əsərini oxumağa dəyər.
Sözü ötürəcəm sizə, bizim əziz Təşəkkür edirik Mürşid müəllim. Çox sağ olun. Çox incə, çox belə bilmədiyimiz məqamlardan da, məsələn, filmdən olan fərqdən, əsər arasındakı fərqdən də danışdıq. Mürşid müəllimə minnətdarıq. Oxumağa dəyərdir. Bəli, oxumağa dəyər, filminə də baxmağa dəyər. Deyən ki, bir çoxunu izləmişsiniz, amma izləməyənlər də mütləq izləsinlər. Xüsusilə mənim ən sevdiyim obraz orada Rus Əhməd obrazı idi. Çox gözəl filmdir.